Azərbaycan ictimaiyyətinin dəyərli təmsilçiləri, ziyalılarımız, sənət adamları, dövlət orqanlarında çalışan dəyərli qardaşlarımız, bacılarımız. Bugün biz əslində bir sənət təntənəsinə, sənət hadisəsinə yığışmışıq. Bu sənət hadisəsinin başqa hadisələrdən fərqi onun yaradıcılıq və keyfiyyət baxımından qiymətləndirilməsindən də ötəsi Türkiyə və Azərbaycan dostluğuna, bu dostluq köprüsünə həsr olunmasıdır. Körpü bizdə adətən peşə sayılır, körpü salmaq peşəsi və bununla məşğul olan insanlar çox uzun əsrlərdə xeyirxah iş görürlər. Amma bu körpünün sonradan bir vizyona, bir missiya çevrilməsini düşüncə adamları, sənət adamları edirlər. Azərbaycanla Türkiyə arasında real ilk körpü 1918-ci ildə Azərbaycan işğal altında olanda Nuru Paşanın komutanlığı altında Qafqaz İslam ordusu Araz çayını keçərək o biraz da hələ zəif yapısı olan körpünün üzərindən keçərək Azərbaycana gəlməsi ilə başlayır. İkinci əhəmiyyətli körpü mərhum Azərbaycanın ulu öndəri Heydər Əliyevin və Türkiyənin baş naziri o zamanki Süleyman Dəmirəlin birlikdə təşəbbüsü ilə salınan Naxçıvanla Türkiyə arasında olan Ümid Körpüsü bu prosesin ikinci bir mərhələsini təşkil edir. Amma bu körpünün artıq vizyona çevrilməsi bizim böyük şəxsiyyətlər tərəfindən həyata keçirilir. Birinci növbədə mən xatırlatmaq istəyirəm Əhməd Ağaoğlu'nun adını. Əhməd Ağaoğlu Azərbaycanın və Türkiyənin, Türk dünyasının böyük mütəfəkkiri, yeganə şəxsiyyətdir ki, həm Osmanlı parlamentinin, həm Azərbaycan Cumhuriyyəti parlamentinin, həm də Türkiyə Cumhuriyyəti parlamentinin millət vəkili olaraq ilk dəfə bu siyasi mənada bu körpünün yaranmasında rol oynamış bir şəxsiyyətdir. Ona görə də bugün sənət adamları tərəfindən bu missiyanın davam etdirilməsi hamımız üçün ürək açan, hamımız üçün mənalı olan bir davranışdır. Eldəniz bəy də bu istiqamətdə böyük işlər görür. Xüsusilə də hər bir xalqın əslində dəyəri onun şəxsiyyətləri ilə ölçülür. Bu şəxsiyyətlər bütövlükdə xalqı təmsil edirlər. Heç vaxt xalqı 10 milyon, 85 milyon, 100 milyonlar təmsil eləmirlər. Xalqı, bu xalqın kodunu daşıyan, onun önündə gedən yüzlər, 200-lər, minlər təşkil edir və o minlərin, o şəxsiyyətlərin portretlərinin bu gözəl bir qabiliyyətlə işlənməsi sevindiricidir və ən manidar tərəfi bu hadisənin odur ki, 19 mayda Mustafa Kemal Atatürk'ün Türkiyə Cumhuriyyətinin təməlinin qoyulması istiqamətində Samsuna çıxışla atdığı addımdır. Və maraqlı burasındadır ki, həmən addımı bütövlükdə Mustafa Kemal missiyasını Azərbaycan ədəbiyyatında ilk dəfə qələmə alan Böyük Hüseyin Cavid İblis əsərində Elxan Paşa obrazında Türk dünyasının xilaskarı kimi Mustafa Kemal Paşanın obrazını yaratmış və bu həm də sonradan Azərbaycan mühitində, ədəbiyyatında, sənətində həmişə bu obrazın canlılığını Azərbaycan ziyalıları, yazarları, düşüncə adamları qorumuşlar. Ona görə də mən sözü çox uzatmadan filmdə də fikirlərimi söyləmişəm Eldəniz bəylə bağlı. Eyni zamanda təbrik məktubu da yazmışıq və hesab edirəm ki, məktubu da oxumağa vaxt baxımından gərək duymuram, belə təqdim eləyəcəyəm, mətbuatda çap olunubdur. Əsas odur ki, bu missiyanı, bu yolu davam etdirən insanlara həmişə minnətdar olmalıyıq. Onların həmişə bu yaradıcılığını, bu fəaliyyətini hamılıqla dəstəkləməliyik. Çünki bizim Türkiyə və Azərbaycan arasında olan münasibətlər əlahiddə bir münasibətlər olduğunu dəfələrlə vurğulayıblar və biz həm də bir tale qardaşlığı yaşayırıq. Çünki bölgədə elə bir mühit var ki, birlikdə olmasaq biz güclü və bölgənin siyasətinə, ictimai mühitinə diktə edən bir imkana sahib olmayacaq. Bu qardaşlığı Allah bizə çox görməsin, qorusun və hər zaman uca eləsin. Sağ olun.